1900-cü ildə Yunanistanın Antikitera adası yaxınlığında dənizin dibində qədim gəmi qalığı aşkar edildi. Dalğıcılar gəmidən heykəllər, qablar, sikkələr və müxtəlif qədim əşyalar çıxardılar. Tapıntılar arasında korroziyaya uğramış, ilk baxışdan o qədər də diqqət çəkməyən metal parçalar da var idi. Lakin 1902-ci ildə həmin parçalardan birinin daxilində dişli çarxların olduğunu gördülər. Sonrakı araşdırmalar göstərdi ki, alimlərin qarşısında antik dünyanın ən mürəkkəb texnoloji qurğularından biri dayanır. Bugün Antikitera mexanizmi dünyanın məlum ən qədim mexaniki hesablama cihazı hesab olunur. Onun eramızdan əvvəl 2-ci əsrdə hazırlandığı düşünülür. Mexanizmin daxilində birbiri ilə əlaqəli çoxsaylı dişli çarxlar yerləşirdi. İstifadəçi qurğudakı mexanizmi hərəkət etdirdikdə göstəricilər günəşin və ayın hərəkətini, təqvim dövrlərini və tutulmaları hesablamağa imkan verirdi. Tədqiqatçılar güman edirlər ki, bu cihaz hətta planetlərin səmadakı mövqelərini də dəqiqliklə göstərilmiş. Başqa sözlə desək, bu əslində 2000 il yaşı olan astronomik cihazdır. Maraqlısı isə onun texnoloji mürəkkəbliyidir. Bəs bu mürəkkəb texnologiyanı kimlər hazırlayıb? Sualın dəqiq cavabı hələ ki tapılmayıb.